Son zamanlar təhsil müzakirələrində qəbul imtahanlarının forması geniş müzakirə mövzusuna çevrilib. Bəzi ekspertlər test üsulundan imtina edilməsini və daha fərqli qiymətləndirmə metodunun tətbiqini təklif edirlər. Təhsil eksperti Səbuhi Abdullayev. Səbuhi bəy bizi birbaşa bağlantıda gözləyir. Sabahınız xeyir olsun. Salam, sabahınız xeyir olsun. Səbuhi bəy, sizcə test üsulu abituriyentləri nə dərəcədə doğru qiymətləndirmək üsuludur? Test üsulunun tətbiqi bildiyimiz kimi o obyektivliyi qorumaq xətrinə tətbiq edilən bir imtahan modelidir. Bəzən isə obyektivliyin xətrinə bəzi nüansları biz itiririk. Təbii ki, burada qiymətləndirməklə bağlı, şagirdin ümumiyyətlə analitik düşüncəsi ilə bağlı, məntiqi təfəkkürün düzgün tətbiqi ilə bağlı test üsulu bunu düzgün şəkildə tətbiq edə bilmir. Ancaq ümumi götürəndə Azərbaycan modelində test üsulu kifayət qədər effektivdir, çünki burada obyektivliyi qorumaq lazımdır. Ona görə məhz bu test üsulu üstünlüyü təşkil edir. Ancaq test üsulunun bu qədər dərin keçirilməsi, bu qədər aşağı siniflərdən yuxarı siniflərə qədər proqram əhatə edilməsi kifayət qədər gərginlik yaradır. Düşünürəm ki, məsələn, 9-cu sinifdə buraxılış imtahan verir, şəhadətnamə qazanır. Təzədən 11-ci sinifdə imtahan verəndə yenə başlayaraq o 9-da verdikləri sualları yenidən tətbiq olunur və bunda da şagirdlər məcburən artıq təkrarlamalıdırlar, yanı getməlidirlər. Buna görə biz düşünürük, bu tətbiq əslində təşkil edilir ki, 9-da verdiyi imtahanlar yekunlaşmalıdır, 10-cu 11-ci sinifdə oxuduqlarını yenidən imtahan verirlər, universitetlərə qəbul olmaq olar. Ümumiyyətlə, bu üsulu ləğv etmək, bundan imtina etməyə ehtiyac görürsünüzmü? Alternativ bir təklif etmək. Tamamilə imtina etmək bizim məkanımıza, ümumiyyətlə Azərbaycan modelinə uyğun deyil. Hansı ki, xatırlayırsınızsa, test üsulu tətbiq edilənə qədər universitetlərimizə qəbul şəraitləri necə çətin idi və orada neqativ halların sayı həddən artıq çox idi. Bəs bunun qarşısını almaqdan ötürü bu məkanda, bu Azərbaycan reallığında biz bunu tətbiqini daha üstün sayırıq ki, həm kənddən gələnlər, həm şəhərdən gələnlər, həm ümumiyyətlə imtiyazlı ailələr və digər hər kəs universitetə qəbul olmaq üçün bərabər müstəvi yaratıldı. Ancaq son zamanlar test üsulunun belə dərinlə getməsi, bu qədər şartının olması onlara kifayət qədər çətinlik yaradır. Eyni zamanda onların kompetensiyaları düzgün yoxlanılır. Şagirdin idmandan göstəriciləri, musiqi ilə göstəriciləri, həyata baxışları mütləq şəkildə həmin imtahanlara tətbiq edilməlidir və o öz müsbət həllini tapmalıdır. Eyni zamanda xarici ölkələrin modellərini diqqət edəndə orada müəllimin rəyi də öz rolunu oynayır, məktəbin qiymətləndirməsi də öz rolunu oynayır və bu zaman şagird məktəbə daha sıx bağlı olur və müəllimdən, məktəbdən biraz çəkinmək olur ki, gələcəkdə buna rəy verəcəklər və bu rəy onun gələcək həyatında öz müsbət təsirini göstərəcək. Səbuhi bəy, ümumiyyətlə indi məktəbdən, yəni çox uzun müddətdir biz məktəbi bitirdiyimiz. Məktəbdə bu əvvəl bilet çəkib mövzular ətrafında yazı yazırdıq, ətraflı nə bilim fikrimizi bildirirdik hansısa. Bu bilet sistemi ümumiyyətlə ləğv olunub? Bəli, bilet sistemi ləğv olunubdur. Artıq biz BSG, KSG deyirik, bunlar var. Onlar da test üsullarıdır. Onlar da test tətbiqi olunması ilə bağlıdır. Yəni, yoxlama yazı işlərini biz o vaxtda yazırdıq, yoxlanılırdı. Bizim yazı qabiliyyətimiz yoxlanılırdı, inşa yazmamız yoxlanılırdı, güncə tərzimiz yoxlanılırdı. Eyni zamanda riyazi məsələləri yazılı şəkildə yazırdıq, sonra müəllimlər yox. Bunlar heç biri artıq yoxdur. Kiçik summativ qiymətləndirmə ilə böyük summativ qiymətləndirmə tətbiq olunubdur. Bu da test üsullarıdır. Təbii ki, burada şagirdin xüsusi analitik qabiliyyətini ölçmür, yoxlanmır. Yəni, sizcə bu heç olmasa məktəb daxilində bu sistem qalsa daha yaxşı olmazmıdırmı? Onun nitq qabiliyyəti baxımından, yazı qabiliyyəti, indi düzdür, deyirlər, onsuz da əl yazısına getdikcə ehtiyacı qalmır, amma yenə də. Düşünürəm ki, ən azı o keçirilən imtahanların modelində müəyyən dəyişiklik olmalıdır. Mütləq şəkildə yazı, düşünmə qabiliyyəti, eyni zamanda şifahi ünsiyyət modellərinin yoxlanılması tətbiq edilməlidir ki, şagirdimiz həyata sıx yetişmiş bir, belə deyək ki, tələbə kimi, vətəndaş kimi hazır olsun. Test yazmaqla onun düşünmə qabiliyyəti artmır, eyni zamanda danışıq qabiliyyəti, yazı qabiliyyəti artmır. Bu testlərin modellərində müəyyən dəyişiklik eləməklə bunu tətbiq etmək mümkündür. Və dünyanın inkişaf etmiş ölkələrində baxanda görürük ki, məktəbin əsas qiymətləndirilməsi üstünlük sayılır. Eyni zamanda elə universitetləri var ki, ümumiyyətlə imtahansız qəbul edilir, sadəcə müsahibə ilə keçirirlər. Yəni, müxtəlif modelləri var, ancaq Azərbaycan reallığında hələ ki, müsahibə eləməyimiz düşünürəm ki, bu düzgün olmayacaq. Ancaq imtahan modelinin mürəkkəbliyini aradan qaldırmaq, eyni zamanda müxtəlif kompetensiyaların, şagirdlərin yoxlanılması ilə tətbiq edilsə, bu daha da hərtərəfli olar.
Çox təşəkkür edirik, minnətdarıq suallarımızı cavablandırdığımıza görə. Məncə də nəsə bir dəyişiklik olmalıdır. Çünki o konkret suala cavab verməklə, məsələn, o mövzuda danışmaq, o vaxt bilet çəkirdik, nə bilim, nəsə, başlayırdıq onun ətrafında yazmağa, həm yazı baxımından, həm düşüncə baxımından, mətin qurma, hər tərəfli, yəni məncə bu tamamilə yığışdırılmamalıdır deyə düşünürəm. İmtahanın bir mərhələsinə salınmalıdır kimi. Məncə də. Məktəbdə ən azından, məsələn, 9-cu sinifə qədər bu proses getsin ki, uşaqlar bir mətin qurma bacarığı, inşa yazma qabiliyyətini formalaşdırsınlar.